Salam dəyərli Bel Podkast izləyiciləri. Bugünkü söhbətimiz çoxlarının uzun illərdir içində daşıdığı bir sual ətrafında olacaq. Nəticə almaq üçün zehinlə işləmək daha önəmlidir, yoxsa enerji ilə? İnkişaf yolunda olan hər kəs bir zaman bu sualın içində ilişib qalır. Çünki həyatın bizə göstərdiyi nümunələr bəzən bir tərəfi doğru çıxarır, bəzən isə digərini və insan özlüyündə qərarsız qalır. Mən yalnız zehinlə işləsəm yetərmi, yoxsa enerji mənim üçün daha təsirlidir? İnsanların bir hissəsi inanır ki, bütün nəticələr düşüncə tərzinin içində həll olunur. Onlar deyir ki, strategiya qur, planlaşdır, ardıcıl ol və zehni tərbiyə et. Bu yolla hər şey yoluna düşər. Bu yanaşma tamamilə yanlışdır demək olmaz. Çünki zehin həqiqətən də uzun müddətli nəticələrin əsas strukturudur. Zehin dəyişmədən davranış dəyişmir və davranış dəyişmədən heç bir nəticə qalıcı olmur. Amma eyni zamanda bir başqa qrup var ki, nəticələrin enerjidən gəldiyinə inanır. Onlar düşünürlər ki, universal praktikalar, meditasiya, niyyət işi, energetik açılışlar həyatın qapılarını açan əsas alətlərdir. Onlar da öz təcrübələrində bu fikri doğruldan qısa müddətli nəticələr görə bilirlər. Çünki enerji qısa müddətli şans anlarını, rastlaşmaları və sürətli çiçəklənmələri həyatımıza gətirə bilir. Hər iki tərəf haqlıdır, amma hər iki tərəf eyni zamanda yarımçıqdır. Çünki insan təkcə zehindən ibarət deyil və təkcə enerjidən də ibarət deyil. Biz nəticələrimizi həm düşündüklərimizin, həm də energetik sahəmizin ortaq məhsulu kimi yaşayırıq. Təsəvvür et ki, sən işdə vəzifə artımı üçün 4 nəfərdən birisən. Sənin qərar vermə qabiliyyətin, özünə inamın və məsuliyyət hissin zehninlə formalaşır. Amma seçilmə anında enerjin açıq deyilsə, o qısa şans pəncərəsi sənin üstünə düşməyə bilər. Eyni şəkildə lotereya mövzusunu düşün. Lotereyanı qazanmaq zehin işi deyil, bu daha çox enerjinin uyğunlaşmasıdır. Amma qazandığın pulu saxlamaq və ondan gəlir sistemi yaratmaq tam olaraq zehnin sahəsidir. Yəni, məsələ təkcə nə düşünməkdə deyil, məsələ o düşüncənin arxasında duran enerji axınındadır. Nə təkcə zehin bizi istədiyimiz yerə aparır, nə də təkcə enerji. Hər ikisi birlikdə işləyəndə insanın həm qısa müddətli şans qapıları açılır, həm də uzun müddətli sabit nəticələr formalaşır. Bugün bu iki sistemin birlikdə necə işlədiyini və niyə ayrılıqda bizi istədiyimiz nöqtəyə aparmadığını daha dərindən danışacağıq. İndi gəlin daha dərinə baxaq. İnsanlar niyə yalnız bir tərəfə bağlanır və niyə hər dəfə eyni mövzuda ilişib qalırlar? Çünki hər kəs öz təcrübəsində hansısa nəticəni görür və sonra düşünür ki, bütün həqiqət elə budur. Məsələn, zehinlə çox çalışan insanlar öz həyatlarında nizam, ardıcıllıq, sağlam qərarlar və aydın bir perspektiv yaradırlar. Onlar görürlər ki, nə qədər zehinlərdə tərbiyə edirlərsə, davranışları da o qədər dəyişir. Davranış dəyişəndə isə sabit nəticələr formalaşmağa başlayır. Bu onları daha da inandırır ki, həyatın bütün cavabları zehnin içindədir. Amma onlar bəzən görmürlər ki, həyatın bəzi məqamlarında məntiq və zehni analiz kifayət etmir. Çünki bəzi qapılar yalnız enerji açıq olanda açılır. Bəzi rastlaşmalar yalnız enerji uyğunlaşanda baş verir. Bəzi təsadüflər yalnız insanın enerji sahəsi geniş olanda onun həyatına daxil olur. Zehin ardıcıllıq yaradır. Enerji isə həyatın axınında qığılcım yaradır. Hər iki mexanizm bir-birini tamamlayır. O biri tərəfdə isə yalnız enerji ilə işləyən insanlar var. Onlar inanır ki, niyyət qurmaq, meditasiya etmək və energetik təmizlənmə bütün nəticələrin açarıdır. Bəli, bu qısa müddətli effektlər verə bilir. Çünki enerji praktikaları insana yüngüllük verir, görünməyən sahədə şans pəncərələri açır və sürətli dəyişikliklər yaradır. Bəzən bir insan məhz enerjisi açıldığı üçün doğru adamla qarşılaşır. Bəzən gözləmədiyi halda bir qapı onun üçün açılır. Amma bu nəticə davam etmir. Çünki zehin hazırlıqlı olmadığı üçün o nəticəni saxlaya bilmir. Məsələn, kiminsə enerjisi aktiv olur və o təsadüfən bir iş fürsəti qazanır. Amma zehni dayanıqlılığı, qərar vermə bacarığı və özünü idarə etmə gücü zəifdirsə, o işdə uzun müddət qala bilmir. Və o zaman insan düşünür ki, mənə verilən şans tez itdi. Halbuki itən şans deyil, itən zehnin strukturudur. Burada həqiqət tək bir tərəfdə deyil, həqiqət bu iki gücün birlikdə işləməsindədir. Zehin uzun müddətli nəticələri yaradır. Enerji isə qısa müddətli fürsətləri gətirir. Zehin davranış kodlarını dəyişir.
Enerji isə həyatın gözlənilməz açılışlarını sənin tərəfinə çəkir. Bu ikisi birlikdə olanda insan həm görünən dünyada, həm də görünməyən sahədə irəli gedir. Təsəvvür et ki, səndə həm plan var, həm də bu planın işə düşməsi üçün enerji axını var. Həm strategiya var, həm də rastlaşmalar. Həm məntiqli addımlar var, həm də həyatın yumşaq təkanları. Bu zaman insanın həm sabit uğurları görünür, həm də sıçrayış anları yaranır. İndi isə keçək ən vacib hissəyə. Zehin və enerji birlikdə işləyəndə insan həyatında tam transformasiya niyə baş verir? Bu sadəcə iki metodun paralel olması deyil. Bu insanın daxili idarə etmə sistemi ilə xarici həyat axınının bir-birinə uyğunlaşmasıdır. Yəni sən bir tərəfdən özünün düşünən, analiz edən, qərar verən tərəfini gücləndirirsən. Digər tərəfdən isə həyatın axını ilə uyğunlaşan, intuitiv hərəkət edən, rastlaşmaları və şans anlarını özünə çəkən sahəni açırsan. Zehin yol xəritəsidir. Yol xəritəsi olmadan insan haraya getdiyini bilmir. Zehin bizə addımların ardıcıllığını öyrədir. Özümüzü nə üçün inkişaf etdirdiyimizi anlamağa imkan yaradır. Məqsəd qoymaq, davranışlarımızı sabitləşdirmək, nəticələri davamlı etmək zehinin işidir. Əgər zehin inkişaf etmirsə, insanın davranışlarda sabit olmur. Davranış sabit olmayanda isə nəticə qalıcı olmur. Bu sadə bir mexanizmdir. Nə qədər düşüncə tərzini dəyişirsənsə, o qədər davranış mexanizmlərin dəyişir. Davranış dəyişdikcə nəticə də dəyişir. Amma insan yalnız yol xəritəsi ilə uzağa gedə bilməz. Çünki həyat hər zaman məntiqə görə işləmir. Həyatda ani dönüş nöqtələri var, sıçrayış anları var. Təsadüf kimi görünən, amma insanın enerjisi uyğunlaşanda baş verən hadisələr var. Məsələn, birdən qarşına biri çıxır və bu tanışlıq sənin üçün yeni bir qapı açır. Bəzən sənə tam zamanında gələn bir təklif həyatının istiqamətini dəyişir. Bəzən də sadəcə bir mesaj, bir xəbər, bir seçim sənin gedişatını dəyişir. Bu anların heç biri zehnin yaratdığı şey deyil. Bu anlar enerjinin sənin həyatına uyğunlaşmasıdır. Enerji insanın görünməyən sahəsidir. Həyatın axınını yumşaldır, rastlaşmaları artırır, qapıların açılmasına şərait yaradır. Bütün təsadüf dediyin şeylərin kökündə əslində enerji uyğunluğu dayanır. Zehin sənin davranışını sabitləşdirir. Enerji isə həyatın axınını sənin xeyrinə yönləndirir. İnsanda ən böyük dəyişiklik bu iki sistem birləşəndə baş verir. Çünki artıq təkcə çalışmaqla irəli getmirsən. Artıq təkcə niyyət etməklə də irəli getmirsən. Sən həm davranışında irəli gedirsən, həm də enerjinlə qapıların açılmasına icazə verirsən. Həm planın var, həm şansın var.